dərsimiz cüz. Cüz n hərfi ilə şərh olunur və görülən işin bu işin görülməsinə sərf olunan zamana nisbətidir. Və əgər t bərabərdir 1 saniyə olarsa, cüz aya, yəni işə bərabər olur. Deməli, cüz işi xarakterizə edir. İşin görülmə yeyinliyini xarakterizə edir. Cüzün vahidi wattdır. Wattın açılışı da düsturdan görsənir. Joule bölünsün saniyədir. Joule da açsaq, Joule'un açılışını biz öyrənmişdik. Kilogram vurulsun metr kvadratı bölünsün saniyə kvadratı. Bu Joule'un açılışıydı. Amma burada da məxrəcdə bir dənə saniyəmiz olduğuna görə olur saniyənin kubu. Bu da oldu wattın əsas vahidlərlə açılışı. Və biz buradan işi tapsaq, əgər A bərabərdir, n vuraq t olur. Bir də yer gəlmişkən gücü bəzən n, bəzən də p hərfindən şərh edirlər. Burada p də yaza bilərdik. A-nı tapmaq üçün, işi tapmaq üçün deməli gücü zamana vurmalıyıq. Deməli, burada hasil görürük, nt hasili. Onda n-in t-dən asılıq qrafiklərində grafikin altında qalan fiqurun sahəsi bizə verəcək nəyi? Görülən işi. Bu nöqtə üçün zaman 10, deyək cüzdə 10. Bax, buradakı fiqurun sayəsini tapmaqla biz işi əldə edərik. Bəzən bunu şagirdlər səhv edir. Deməli, düstur n vuraq t-dir. N-in yerinə 10, t-nin yerinə 10 qoyur. 10 vuraq 10, 100 və cavabı səhv alır. Amma buradakı fiqurun sayəsini hesablasaq, AB bölü 2-dən katetlər hasilinin yarısı düzbucaq, üçbucaqdır. 10 vuraq 10 bölü 2-dən eləyir 50. Yəni düzgün cavabımız 50 olur. Nəyə görə bu düsturdan istifadə edə bilmərik? Çünki gücün bu nöqtə üçün qiyməti 10-dur. Amma misal üçün qrafikin bu hissəsində gücün qiyməti azdır. Bu hissəsində daha azdır. Başlanğıcda gücün qiyməti 0-dır. Yəni n-in əvəzinə sabit 10 yaza bilmərik. Bu yanlışdır. N burada 0-dan 10-a qədər dəyişir. Və sabit qiymət yazıla bilməz yerinə. Ona görə fiqurun sayəsindən istifadə etməliyik. Həmin düsturumuzu yenidən yazıram. N bərabər A bölünsün T. Gücün düsturunu. Və işin də yerinə F vuraq S yazsaq, olur Fs bölünsün T. Və S bölək T də bizə sürəti verir. Onda olur düsturumuz F vuraq V. Fərz eləyək ki, bir avtomobilimiz var. Bu avtomobilimizin də bir gücü var. Avtomobil hərəkət edəndə təbii ki, onu hərəkət etdirən onun mühərricidir. Və mühərric avtomobili dartı qüvvəsi nəticəsində dartır, hərəkət elətdirir. Avtomobillərin dartı qüvvəsi Fd və dartı qüvvəsinin təsirlə cisim hərəkət edir, S qədər yer dəyişmə icra edir. Yəni biz həmin avtomobildən danışıqsa, buradakı F vurulsun S, F dartı qüvvəsi və yer dəyişmədir. Yəni buradakı F eyni zamanda belə yaza bilirik, dartı qüvvəsi yaza bilirik. Biz oradan dartı qüvvəsini əldə eləsək nə alarıq? F dartı bərabərdir olur güc bölünsün sürət. Avtomobillərin əlbəttə ki, gücü sabit olur. Mühərriklərin, bir mühərrikin, verilmiş mühərrikin gücü sabit olur. Gücün sabit qiymətində dartı qüvvəsi sürətdən tərs mütənasib asılıdır. Buna görə də avtomobil fərz edək ki, asfaltda 100-lə hərəkət edir. 100-lə hərəkət edən bir avtomobilin qaz pedalını biz sıxsaq, yəni üzərindən bassaq, avtomobilin sürəti çox az artır. 100-dən qalxır 110-a, 120-yə, 130-a yavaş-yavaş. Amma 20 ilə 30 ilə hərəkət edən bir avtomobilin biz qaz pedalına birdən-birə bassaq, həmin avtomobil sürətini çox qısa müddətdə artırır. Misal üçün 100 ilə gedən maşının sürətini 100-dən 150-yə kimi artırmaq üçün 10 saniyə vaxt lazımdırsa, 20 ilə gedən bir maşının sürətini 20-dən 70-ə kimi artırmaq üçün 10 saniyə yox, 2-3 saniyə lazımdır bizə. Bu da demək ki, sürət nə qədər az olarsa, dartı qüvvəsi bir o qədər böyük olur. Buradan da düsturdan da görürük. Dartı qüvvəsindən sürət tərs mütənasib asılıdır. Aşağı sürətlərdə dartı qüvvəsi böyük olur. Misal üçün biz hər hansısa bir dağlıq ərazilərə gedəndə biz podium qalxırıq. Həmin o podiumlarda maşınlar 20 ilə 30 ilə hərəkət edir. Az sürətlə hərəkət edir. Və bu halda da dartı qüvvəsi həmin maşını həmin sürətdə podiuma qaldıra bilir. Amma 100 ilə maşın qalxa bilməz. Tutalım ki, dağa. Çünki sürət çox olanda dartı qüvvəsi az olur. Maşını dartıb apara bilmir həmin qüvvə. Həmin mühərrik. Sürətin impulsuna olan düsturu V bərabərdir P bölək M. MV düsturundan V-ni tapanda P bölü M olur.
Gətirib yerinə yazsaq, v-nin yerinə p bölək m. M də qalxır yuxarı. Olur n vuraq m bölünsün p. Kinetik enerji ilə bağlı düsturu sürətin. mv kvadrat bölü 2-dən sürət tapsaq, olur kök altında 2y kinetik bölünsün m. Gətirib sürətin yerinə yazsaq, bu ifadəni sürətin yerinə yazsaq, olur güc bölünsün bu ifadə. Kəsir bölümdə birinci tərəf qalır, ikinci tərəf tərs çevrilib vurulur. Deməli bu ifadəni tərs çevirəcək. M bölünsün 2y kinetik. Buradan görürük ki, dartı qüvvəsi sürətdən tərs asılıdır, impulsdan tərs asılıdır, kinetik enerjidən kök altı tərs asılıdır. Sürəti 4 dəfə atsaq, dartı qüvvəsi 4 dəfə artar. İmpulsu tutalım ki, 2 dəfə atsaq, dartı qüvvəsi 2 dəfə artar. Kinetik enerjini 4 dəfə atsaq, dartı qüvvəsi bu dəfə 2 dəfə artar. Çünki kök altı tərs asılıdır. Ya da ki, birbaşa bu ifadə yaddan çıxarsa, bu düstur yaddan çıxarsa, sürətlə əlaqə qura bilərik. Tutalım ki, dartı qüvvəsini 4 dəfə artırmaq üçün kinetik enerjini necə dəyişdirmək lazımdır? Kinetik enerjini 16 dəfə azaltmaq lazımdır ki, kök altında 16-dan 4 çıxsın və tərs asılıdır 4 dəfə artsın dartı qüvvəsi. İndi biz bu düsturu birbaşa bilmiriksə, dartı qüvvəsini 4 dəfə artırdıqda sürəti 4 dəfə azaltmış olduq. Və kinetik enerjinin də düsturu mv kvadratı bölü 2-yə görə sürət 4 dəfə azalanda kinetik enerji 16 dəfə azalmış olur. Sürətdən də əlaqə qura bildik. Əgər cisim, avtomobilimiz bərabər sürətlə hərəkət eləyərsə, əgər avtomobil düz xətli bərabər sürətlə hərəkət eləyərsə, bu halda biz bilirik ki, avtomobili dartan qüvvə, dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olur. Düz xətli bərabər sürətli hərəkətlərdə. Onda biz bu düsturu n bərabər f dartıraq və yazdıq. O düsturda f dartan əvəzinə f sürtünmə də yaza bilərik bərabər olduğuna görə. Onda gücün düsturu olur, a bərabərdir. F dartın əvəzinə f sürtünmə yaza bilirik. F sürtünmə vuraq t. Daha doğrusu t yox, v. F sürtünmənin də düsturu üfüqi müstəvidə mü n-dir. N-in də əvəzinə mc yazsaq, mü mc vuraq v yaza bilərik deməli. Amma bu xüsusi bir haldır. Nə zaman bu düsturdan istifadə edə bilərik? Cisim bərabər sürətlə hərəkət eləyərsə, avtomobil bərabər sürətlə hərəkət eləyərsə. Digər yazdığımız ifadələr düsturlar. Bu düsturlar bütün şərtlərdə ödənən düsturlardır. Amma bu xüsusi bir halın düsturudur. Düz xətli bərabər sürətlə hərəkət üçün ödənən düsturdur. Bu qrafik, bu dartı qüvvəsinin sürətdən, impulsdan, kinetik enerjidən asılı qrafiklərini tək-tək qurmuram. Düsturdan görsənir. Güc haqqında bu qədər. İndi keçirik faydalı iş əmsalına. Faydalı iş əmsalı. Belə də yazılır. F-I-E. Baş hərfləri. Faydalı iş əmsalı. Faydalı iş əmsalı eta hərfindən şərh olunur. Bu hərfin adı etadır. Faydalı iş əmsalı faydalı işin tam işə nisbətinin faizlərli ifadəsidir. Faydalı iş bölünsün tam iş vurulsun 100%. Təkrar ediləm tərəfi faydalı işin tam işə nisbətinin faizlərlə ifadəsinə deyilir. Hərfin adı etadır. Vahidi yoxdur. Çünki coal bölünsün coal ixtisas edir. Adsız kəmiyyətdir. İndi biz burada faydalı iş gördük, tam iş gördük. İndi biz iş keçmişdik. Amma faydalı iş nədir, tam iş nədir? Biz bunu bilmədik. Bir də bu düsturu biz belə də yaza bilərik. A faydalı əvəzinə P faydalı vuraq T. Daha doğrusu P faydalı yox, N faydalı. Gücü N ilə yazıq da biz burada P də yaza bilərik, N də yaza bilərik. N faydalı bölünsün T. Tam işin də yerinə n tam vuraq t. Buradan t-lər ixtisas edəndə olur faydalı güc bölünsün tam güc vurulsun 100%. Gücü də p ilə yazaq. Çünki faydalı iş əmsalında adətən p ilə yazılır. P faydalı bölünsün p tam vurulsun 100%. Deməli, faydalı iş əmsalını işlə də yaza bilərik, güclə də yaza bilərik. İndi faydalı iş nədir, tam iş nədir? Gəlin bunu öyrənək. Deməli, tam iş bizim cismin üzərində gördüyümüz işdir. Xarici qüvvənin cism üzərində gördüyü işdir. Faydalı iş isə o cismin ala bildiyi enerjidir, ala bildiyi işdir. Biz
cisimlər üzərində bir iş görəndə cisimə enerji vermiş oluruq. Cisimlər də həmin enerjini alır. Amma real həyatda əlbəttə ki bir itki var. İtki mütləq olur. Tutalım ki, mən 100 joule enerji verirəm hər hansısa bir sistemə. Həmin sistem o enerjinin hamısını qəbul edə bilmir. İtki ilə biraz itkiyə gedir. Misal üçün 100 joulun 80 joulunu qəbul edə bilir. Sistem üçün nə qədər faydalı oldu? 80 joule. Məndən nə qədər getdi? 100 joule. Deməli faydalı iş 80 joule. Mənim verdiyim tam işdir. Tam işdə 100 joule. Faydalı iş əmsalda 80-100-ün 80%. Da təbii ki. Faydalı iş əmsalda 80% olur. Başqa bir nümunə deyim. Misal üçün qaz yanır, üzərində çaynik qoymuşuq, su qaynayır. Qazın verdiyi enerji tamdır. Suyun alıb temperaturunu yüksəltdiyi enerji faydalıdır. Təbii ki, o yanan qazın bütün enerjisini ala bilməz o su. Müəyyən qədər itkiyə gedir, kənarlara dağılır. Tutaq ki, qaz 100 joulunu verir, su da onun 70'ini ala bilir. 70'ini alır, temperaturunu artırır. 30'u itkiyə gedir. Burada faydalı işimiz 70'dir, tam işimiz 100'dür, 30 da itkidir. Faydalı iş əmsalı 70%'dir. Bir də deyirəm, indi faydalı iş cisimlərin alabildiyi enerjidir. Tam işdə cisimlər üzərində xarici qüvvənin və yaxud da bizim gördüyümüz işdir. İndi bir dənə belə bir nümunə deyirəm. Tutalım ki, bir mail müstəvimiz var. Bunun uzunluğu iki dənə ayrı-ayrı mail müstəvimiz var, deyək ki. Bu birinci mail müstəvi, bu da ikinci mail müstəvi olsun. Eyni bir cismi, eyni kütləli bir cismi mail müstəvi boyunca hərəkət etdirib mail müstəvinin ən yüksək nöqtəsinə gətirmək lazımdır. Və həmin cismi, eyni kütləli bir cismi bu digər tərəfdən də hərəkət etdirib yenə mail müstəvinin ən yuxarı nöqtəsinə gətirmək lazımdır. Tutalım ki, bax, buradan hərəkət etdirib gətiririk bura cismi, mail müstəvinin ən yuxarı nöqtəsinə. Bir də həmin cismi buradan hərəkət etdirib gətiririk bura. Bir dənəsində belə deyəcəm, həmin cismi buradan aparırıq, fırlayırıq, daha uzun bir trajektoriya boyunca gətiririk bura. Biz 3 halın üçündə də cismə eyni qədər enerjini vermiş olduq. Bu cismin aldığı enerji potensial enerjidir. Əvvəlcə yer səthində idi, potensial enerjisi yox idi. Sıfır enerjisi var idi, potensial enerjisi. İndi müəyyən h hündürlüyünə gətirdik. Bunun buradakı potensial enerjisi oldu mgh. Biz bunu istər bu trajektoriya üzrə hərəkət etdirib gətirək, istər bu trajektoriya üzrə hərəkət etdirib gətirək, istərsə də fırlayıb başqa bir daha uzun bir trajektoriya üzrə fırlayıb gətirək. Burada yerləşdirək bu cismi. 3 halın üçündə də biz bunun enerjisini mgh qədər artırırıq. Bizim gördüyümüz iş tam iş, fərqli ola bilər. Misal üçün, mən burada az iş görüb, burada çox iş görə bilərəm. Və yaxud da mən bu cismi fırlayıb aparsam daha çox iş görəcəm. Amma nəticə etibarilə cismə mgh qədər enerji vermiş oldum. Deməli, faydalı iş iki halın ikisində də, bu halda da, bu halda da faydalı işlər eynidir. Burada yaza bilərik. A faydalı 1 bərabərdir A faydalı 2. İndi bunu buradan siləm. Deməli, faydalı iş nə oldu? Cisimlərin alabildiyi enerji. Başqa bir dənə nümunə deyirəm. Tutalım ki, bir cisimimiz var. O cismə mən müəyyən bir qüvvə ilə təsir edirəm, dartıram. Hər hansı bir cismi dartıram. Tutaq ki, 10 newtondan dartıram, cismin sürətini 5 metr bölü saniyə edirəm. Və yaxud da 50 newtondan dartıram, cismin sürətini 5 metr bölü saniyə edirəm. İkinci yolda sürtünmə çox imiş. Mən onu 50 newtondan dartıb həmin sürəti verirəm. Birincidə isə sürtünmə azdır. Mən onu daha az qüvvə ilə 5 newtondan, tutaq ki, 10 newtondan dartıb həmin sürəti verirəm. Mən ikinci halda çox iş görə bilərəm. Birində 10 newtondan dartıram, birində 50 newtondan. Amma cismin sürəti ikisində də 5 olur. Cismin aldığı enerji kinetik enerjidir və hər ikisində də eyni qədərdir. Deməli, kinetik enerjilər bərabərdir. Yəni, faydalı, görülən faydalı işlər bərabərdir. Tam işlər fərqli olsa da. Faydalı işin tam olaraq nə olduğunu inşallah ki, başa düşdük. İndi keçirik sadə mexanizmlərin faydalı iş əmsallarına. Birinci başlayıram qaldırıcı mühərrikin faydalı iş əmsalı. Qaldırıcı mühərrik. Bu nə ola bilər? Qaldırıcı mühərrik. Lift ola bilər. Eskalator ola bilər.
eskalator ola bilər. Su motoru ola bilər, su mühərriki ola bilər. Su mühərriki deyək. Su nasosu deyək. Lift ola bilər, eskalator, su nasosu, hər hansısa bir qaldırıcı kran ola bilər və s. Qaldırıcı istənilən bir qurğu. Həmin qurğunun da gücü, həmin o qaldırıcı qurğunun bir mühərriki var. Əlbəttə ki, mühərrikin də gücü sabit olur. Mühərrikin gücü N yazmıram, P yazıram. P də konstant olur əlbəttə ki. Bir mühərrikin, verilmiş mühərrikin gücü sabitdir. İndi bunun faydalı işi nə qədər olacaq? Hər hansısa bir liftlə cismi müəyyən H hündürlüyünə qaldıranda biz o cismə hansı enerjini vermiş oluruq? O cismin hansı enerjisi dəyişmiş olur? Potensial enerjisi, mgh qədər. Və liftin mühərrikinin gördüyü iş nə qədərdir? Gücü P-dirsə, 1 saata qaldırırsa, gücünü vurasın zamana. Deməli, tam iş, o lift özü, liftin gördüyü iş tam işdir. Cismə verə bildiyi enerji faydalı işdir. İndi eta bərabərdir, A faydalı bölünsün A tam. Faydalının yerinə yazacaq mgh. Yenə deyirəm, çünki lift cismə həmin enerjini verir. mgh enerjisini verir. Və liftin gördüyü işdə liftin gücü vurulsun zamandır. Əgər xüsusi halda hərəkətimiz bərabər sürətli olarsa, bir də vuraq 100% var. Əgər hərəkət bərabər sürətli olarsa, düz xətli bərabər sürətli hərəkət olarsa, onda eta bərabər olur. mg h böl t bizə verir sürəti. Hündürlük bölünsün zaman, yol bölünsün zaman bizə sürəti verir. Onda olur mgv bölünsün p vuraq 100%. Bu birinci yazdığımız düstur ümumi düsturdur. Əgər düz xətli bərabər sürətli hərəkət olarsa, bu düsturdan istifadə edə bilərik. İkinci, mal müstəvinin faydalı iş əmsalı. Mail müstəvi. Hər hansısa bir cisimimiz var. Bu cismi mail müstəvi boyunca qaldırmaq istəyirik. F dartı qüvvəsinin təsiri ilə müəyyən yüksəkliyə qaldırmaq istəyirik. Və mail müstəvinin hündürlüyü h-dır. Bu cismi yer səthindən mail müstəvinin ən yuxarı nöqtəsinə qaldırdıqda, bu vəziyyətə gətirdikdə biz ona hansı enerjini vermiş oluruq? Təbii ki, yenə potensial enerjini. Deməli, faydalı iş nəyə bərabərdir? Yenə potensial enerjiyə. Deməli, eta bərabərdir. Tam iş, daha doğrusu faydalı iş bölünsün. Tam iş. Və faydalı iş yenə mgh-dır. mgh. Bəs bu cismi buradan qaldıran təbii ki, bizik də dartı qüvvəsi təsir edir. Xarici qüvvə də deyə bilərik buna. Xarici qüvvə bu cismi qaldırır yuxarı. Xarici qüvvənin gördüyü iş nə qədərdir? İşin düsturu Fs-dir. İndi bu cisim nə qədər yol gedir? Mail müstəvinin uzunluğu qədər. Mail müstəvinin uzunluğuna bir L desək, bizim işin düsturu A bərabərdir F vuraq S idi. İndi burada dartı qüvvəsinin gördüyü işi bilmək üçün yazmalıyıq A bərabərdir F dartı vuraq. Gedilən yol da burada mail müstəvinin uzunluğu L ilə işarələdir. Yəni F dartı vurulsun L yaza bildik. Tam işimiz də olur. F dartı vurulsun L. Vuraq 100%. Və H bölək L bizə nə verir? Burada bir düz bucaqlı üçbucağımız var. Mail müstəvi eyni zamanda düz bucaqlı üçbucaqdır. Və H bölək L bizə verir sinus alfanı. Deməli, H bölək L-in yerinə bax burada, bu ifadədə. H bölək L-in yerinə sinus alfa da yaza bilərik. Onda olur mg sinus alfa bölünsün F dartı. Daha sonra tərpənən blokun faydalı iş əmsalı, bir də tərpənməz blokun. Tərpənməz blok. Birinci bunu öyrənək. Tərpənən blok çəkirdim səhvən.
Tərpənməz blok vasitəsilə cismi müəyyən qədər hündürlüyə qaldırmaq istəyirik. Bu zaman biz cismin hansı enerjisini dəyişmiş oluq? Yenə potensial enerjisini. Yenə faydalı şəmsalın düsturunu yazaq. A faydalı bölünsün atam. Faydalı iş nə olacaq? Cismin potensial enerjisi. Dəyişən potensial enerjisi MGH. Biz bu cismi H qədər yuxarı qaldıranda biz onun potensial enerjisini MGH qədər artırmış olduq. Deməli faydalı iş MGH bölünsün. Bəs bizim gördüyümüz iş buradan dartan qüvvə bizik və yaxud da xarici qüvvədir və xarici qüvvənin təsiri ilə də ipin sərbəst ucu əlbəttə ki H qədər aşağı enməlidir. Tərpənməz blokda cismi H qədər yuxarı qaldırmaq istəyirsə, ipin sərbəst ucundan H qədər aşağı endirməliyik. Xarici qüvvənin də gördüyü iş F vuraq H ipdir. Amma buradakı mg H yükdür. Və tərpənməz blokda biz bildik ki H ip H yükə bərabərdir. Bunu öyrənmişdik. Ona görə buradan H-də ixtisar edir. H iplə H yük eyni olduğundan ixtisar edir. Olur mg bölünsün F vuraq 100%. Bax bu olur tərpənən blokda, daha doğrusu tərpənməz blokda faydalı şəmsalın düsturu. İndi baxırıq tərpənən bloka. Tərpənən blokda cismi H qədər yuxarı qaldırmaq istəyirsə, əgər ipin sərbəst ucundan bir F qüvvəsi tətbiq eləməliyik. Tərpənən blokda cismi H qədər yuxarı qaldırmaq istəyirsə, onda ipin sərbəst ucundan nə qədər yuxarı qaldırmalıydıq? Biz bunu öyrənmişdik. 2H qədər. Bu cismi 2H qədər yuxarı qaldırmaq lazımdır. Yəni H ip 2H yükə bərabər idi. Bu cismin kütləsinə də 1m deyək. İndi biz yenə bu cismi yuxarı qaldırmaqla hansı enerjisini artırmış oluruq? Yenə potensial enerjisini. Deməli eta bərabərdir. Yazaq birinci A fayda bölünsün atam. A faydalının yerinə mgh. Bu cismi H qədər yuxarı qaldırırıq. Və xarici qüvvənin gördüyü işdə F vuraq. Xarici qüvvə ipin sərbəst ucundan nə qədər yuxarı qaldırmalıdır? F vuraq 2H qədər. Gedilən yolun düsturu Fs. Burada ipin sərbəst ucu 2H qədər yuxarı qalxdığından, getdiyi yol 2H olduğundan F vuraq 2H yazılmalıdır. Ya da belə yaza bilərik də F vuraq H ip yazmalıyıq. Yuxarıda H yük, aşağıda H ip. Və tərpənən blokda da H ip 2H yükə bərabərdir. Burada da H ipin yerinə 2H yük yazsaq 2H yük. H yüklər də ixtisar edir. O da bərabər olur. mg bölünsün 2F vuraq 100%. Bu da oldu tərpənən blokda faydalı şəmsalının düsturu. Və bir də lincin faydalı şəmsalı var. Lincin də faydalı şəmsalı ilə mal müstəvi ilə eynidir. mgh bölünsün F vuraq L-dir. Faydalı şəmsalından da bu qədər. Bu gün dərsimiz bitdi. Sağ olun.